Hə yoldaşlar. Cavabı biz Y tapdıq, indi baxaq doğruya. Ay şay, siz Y tapıbsınız, siz çox böyük səhv eləyibsiniz, Y tapıbsınız. Çox xırda bir detalı göz ardı edibsiz. Qulaq asırdım bayaqdan. Ancaq sədr köməkçisində tutuşub qalıbsınız. Başqa vergüldən o tərəfə baxmırsınız. Baxaq indi cümləyə, suala biz. Əslində ilk gəlişiniz doğru idi. Böyük hərf olmalıydı. İlk gəliş doğru idi. Deməli, Elgiz müəllimin dedi ki, D variantı. Doğru cavab D variantıdır. Nəyə görə D variantıdır, onun izahını verəcəm. A-ya baxaq. Deyir ki, ilk sözü çıxarsaq, cümlədə mübtəda ola da bilər, olmaya da bilər. Mehriban hər saat qapını açaraq məni narahat edirdi. Deməli, burada ilk sözü çıxardıq cümlədən. İlk sözü çıxartdıq. Hər saat qapını açaraq məni narahat edirdi. Narahat edirdi xəbərimiz. Kimi narahat edirdi? Məni narahat edirdi. Nə zaman narahat edirdi? Nə tərzdə narahat edirdi? Qapını açaraq. Daha doğrusu hər saat qapını açaraq. Yox, qapını açaraq narahat edirdi. Hər saat narahat edirdi. Hər saat ayrıdır. Qapını açaraq ayrıdır. Hər saat zaman zərfidir. Qapını açaraq da tərz hərəkət zərfliyi idi. Deməli, burada biz mehriban birinci sözü çıxarsaq, yəni mehriban sözünü çıxarsaq, yoldaşlar, cümlədə ümumiyyətlə mübtəda olmayacaq. Mübtəda ola da bilər, olmaya da bilər fikri yanlış olacaq artıq. Çünki birbaşa deyəcəyik ki, mübtəda yoxdur. İkinci versiyanı düşünmək olmur. Ona görə A variantını çıxırıq. Çünki şərtimizi ödəmədi bizim. Bizə deyir ki, ilk sözü çıxarsaq mübtəda ola da bilər, olmaya da bilər. Burada fakt olmadı. Qoy bunun rəngini dəyişim. Öyrəşmişəm. Məsləhətə qulaq asmaq həyatımızı dəyişdirə bilər. Deməli, həyatımızı dəyişdirə bilər. Dəyişdirə bilər, nəyi dəyişdirə bilər? Həyatımızı dəyişdirə bilər. Nə? Məsləhətə qulaq asmaq. Məsləhətə qulaq asmaq. Cümlədə mübtəda məsləhət tərkibi ilə ifadə olundu. Məsləhətə sözün çıxıram. Qulaq asmaq həyatımızı dəyişdirə bilər. Həyatımızı dəyişdirə bilər. Nəyi? Həyatımızı. Nə? Qulaq asmaq. Cümlədə yenə də mübtəda olacaq. Və olmamağı kimi bir lüks yoxdur. Yəni olmamağını düşünə bilmərəm. Burada da deməli bu ikinci şərt ödənmədir. Aydın oldu? Deməli B variantda çıxdı. Bizdə deyir ki, bu iki şərtin ikisi də ödənməlidir. C-yə baxaq. C-yə baxaq. Orada mən də varam. Birincini çıxıram. Varam ki, mən. Mübtəda var. Olmaya bilər fikri yoxdur. C çıxdı. Yeni D qalsın. Y nəyə görə çıxdı, yoldaşlar? O, sədr köməkçisi ilə söhbət edir. Baxın, siz buraya qədər oxuyursunuz bunu. Bundan bu yananı oxumursunuz. Düz deyirsiniz. Söhbət edirdi. Kim ilə? Sədr köməkçisi ilə. Onu silirəm. Kim ilə söhbət edirdi? Sədr köməkçisi ilə söhbət edirdi. Bir mənada mübtəda olmayacaq. Vergülə qədər hissədən danışıram ha. Mübtəda olmayacaq. Bir mənada da sədr köməkçisi ilə söhbət edirdi. Bəli, bu mənada da düşünə bilərəm. Yəni, əgər bu sözdə, bu cümlədə daha doğrusu bu tərəf olmasaydı, Y variantı tam doğru cavabımız olacaqdı bizim. Amma bu nümunədə vergüldən sonrakı hissədə var axı. Yəni cümlə tam belə deyək də təhlil olunmalıdır. Biz bu tərəfi təhlil elədik. Vergüldən sol tərəfi təhlil edirik. Vergüldən sağ tərəfə baxaq hələ. Dayanmışdım. Harada kənarda kim? Mən. Mən sözü cümlədəki deməli birinci sözü, yəni onu çıxsaq da, çıxmasaq da bu cümlədə mübtəda 100% var. Ona görə də mən burada ola da bilər, olmaya da bilər deyə bilmərəm. Mübtəda 100% var. İkinci mübtəda ola da bilər, olmaya da bilər. Başa düşdünüz? Y də buna görə səhvdir. Doğru cavabımız olacaq D variantı. Hanı bu? Aha. D variantı olacaq. Başçı sözünü silirəm. İşçi axtarırdı. İşçi nəyisə axtarırdı. Nəyisə axtarırdı. Kim? İşçi. Bir də var ki, işçini axtarırdı. Qeyri-müəyyən təsirlik halda düşünüləcək. Daha doğrusu qeyri-müəyyən vasitəsiz tamamlıq kimi düşünüləcək. Yəni mübtədanı həm düşünə bilərəm, həm də düşünə bilmərəm. Yəni doğru cavabımız D variantı hesab olundu. Aydın oldu? Cümlələrə B ilə E-ni, amma E-də niyə o siz dediyiniz kimi də cümlənin axırına qədər oxumamağın badına getdik.
Mən kənarda durub sizə baxırdım. Yəni mən içəri girdim, gördüm danışırsınız. Kəsmək istəmədim. Dedim görüm gedişatınız necə olacaq. Gördüm ki, D variant dediniz. Dedim ki, ay vəziyyət yaxşıdır. Y-yə gəldiniz, dediniz ki, hə, yox müəllim Y-dir, Y-dir. Buraya qədər oxuyub Y-ni deyirsiniz. Da oradan o yəni baxmırsınız. Halbuki mən orada adamın gözünə girir ha. Ehtiyatlı olun. Əzəl gündən demişəm, heç vaxt para oxumayın sualları. Sualın şərtini oxudunuz. Yadınızda saxlayın. İstər Təhsil Nazirliyinin qurduğu suallar olsun, istər Dövlət İmtahan Mərkəzinin qurduğu suallar olsun. Müdavimlərin və əsas taktika nədir? Müdavimlərin və abituriyentlərin səhv edə biləcəyi variantları həmişə əvvəlki variantlara qoyur. Ki, müdavim və şagirdlərdə, abituriyentlərdə bu ehtimal ilk ağla gələn ehtimaldır. Ona görə də axır deyir ki, onsuz da axıra qədər oxumayacaqlar. Qoy elə biz əvvəldə qoyaq variantı. Ona görə axıra qədər oxuyun. Baxın, bunu qulağınızda sırğa deməyim, qızlar taxır sırğanı, nauşnik eləyin, qulaqlıq eləyin. Aha, 22-yə baxaq indi. Cümlələrin birində baş üzvlər söz birləşməsini ifadə olunur. Aha, savadlı olmaq insanın başqası yanında üstünlüyü deyil. İnsanın başqası yanında üstünlüyü deyil. Nə? Savadlı olmaq. Hə, müəllim, budur onda, budur cavabımız. Xəbər söz birləşməsinin ifadə olunur. Bəli, amma ol, et, bilqil yanındakı sözlə birləşir, bir söz olur. Bu söz birləşməsidirmi? Xeyr. Ona görə A variantı çıxdı. B variantına baxaq. İnsan zəkası inkişaf etdikcə, deməli, nə yazılıb? Tağbəndli məbədlər, təmtəraqlı imarətlər, uca göydələnlər bütün dünyanı tutdu. Tutdu xəbərimiz. Deməli, burada artıq baş üzvlərdən xəbər söz birləşməsinin ifadə olunmadı. Bu mərkəzin müəllifləri high-tech üslubunun əsasını yaradanlardır. Elə budur cavabımız. High-tech üslubunun əsasını yaradanlardır. Kim? Mərkəzin müəllifləri. Hansı mərkəzin? Bu mərkəzin. Baxın, mərkəzin müəllifləri. Üçüncü növ ismi birləşmədir. Mübtəda ilə ifadə olundu. Söz birləşməsidir mübtəda. High-tech üslubunun əsasını yaradanlardır. Bu da yaradan, fe'li sifət tərkibinin ifadə olunub. Necə fe'li sifət? Əsas tərəfi fe'li sifətlə ifadə olunub, aslı tərəfi isə, daha doğrusu əsas tərəfi fe'li sifətlə ifadə olunub. Aslı tərəfi də üçüncü isim birləşməsinin ifadə olunmuş fe'li birləşmədir. Doğru cavabımız C variantı. Yəni nəticədə hər iki baş üzvlər cümlədə söz birləşməsinin ifadə olunub. Növbəti suala keçək. Mübtədası nitq hissəsi ilə, baxın diqqətli olun, nitq hissəsi ilə ifadə olunan nümunələri müəyyən edin. Mübtədasının nitq hissəsi ilə ifadə olunan nümunələri istəyir sizdən. Ona görə də mübtədası söz birləşməsi ilə ifadə olunanları çıxacaqsınız. Çünki söz birləşməsi ayrı anlayışdır, nitq hissəsi ayrı anlayışdır. Bunları yadınızdan çıxartmayın. Biraz sonra uşaqların hazır olduğunu görən avtobus sürücüsü maşını işə saldı. İşə saldı nəyi? Maşını. Maşını kim işə saldı? Avtobus sürücüsü. Avtobus sürücüsü, avtobusun sürücüsü. Qeyri-müəyyən gəlik halda olduğuna görə birinci tərəf deyəcək, ikinci növ təyini söz birləşməsindən ifadə olundu mübtəda. Bizdə də mübtədanın söz birləşməsindən ifadə olunduğu variant deyil, nitq hissəsindən ifadə olunduğu variant lazımdır. Ona görə 1 çıxdı. 2. Əlabbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Deməli, Albara sərdən nümunə. bəli, Əlabbas kişinin yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Cəld idi, sərrast idi, güclü idi, nə qolları, sərrast idi, cəld idi, nə hərəkətləri. Bəli, qolları, onun hərəkətləri. Bəli, burada deməli nitq hissəsindən ifadə olunub avtomatik olaraq bunu götürəcəyik. Əlabbas kişinin qolları bu formada yanaşmayın. Sonra övladını əziyyətlə boya başa çatdıran ana üçün bu ad günü ilk idi. Övladını əziyyətlə boya başa çatdıran ana üçün ilk idi. Nə? Ad günü. Ad günü, adın günü. İkinci növ ismi birləşmədir. 4. Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əlabbas kişinin sonrakı ustalığının
şah əsəri idi. Ustalığının əsəridir. Nə? Skamya. Mübtəda ilə. Mübtəda nə ilə ifadə olundu? Deməli, skamya nə isimlə ifadə olundu? Yəni nitq hissəsində 2, 4. Balaca xanımın ancaq Talvar əsəri ilə gedir. Balaca xanım aha. Balaca xanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Var idi, nə talvar? Talvar da isimdir. Burada da mübtəda nitq hissəsində ifadə olunub, bunu da götürəcəyik. 2, 4, 5. Doğru cavabımız olacaq B variantı. Amma biz 2-də niyə kişinin qolları götürməliyik? Hanı? İxtisar olunub. İdi hissəciyi ixtisar olunub. Baxın. Bəli. Sərrast idi, cəld idi, güclü idi. Nə qolları, nə hərəkətləri. Aydın oldu. Aydın. Biz mübtədanı yazırıq. Aynen bu xəbərdir. Ya Allah. 24. Baxaq. Deməli, mübtədanın ifadə vasitələri eyni olan cümlələr üçün ortaq cəhətdir. Ay sağ ol. Bu biraz balaca bir sual oxşayır, amma böyük yollar qət edəcəyik bu sualı cavablamaq üçün. Əvvəlcə bu tipli suallarda cümlələrdən mübtədaları müəyyənləşdirək. Kefindən qalmamaq onun çoxdandıqçı adəti idi. Onun adəti idi. Üçüncü növ ismi birləşmə. Nə onun adəti idi? Kefindən qalmamaq. Dediklərini danışan sağ qalacaq. Sağ qalacaq kim? Dediklərini danışan. Mübtəda fe'li sifət tərkiblə ifadə olunub. Ağacın yarpaqları yeni-yeni yaşıllaşırdı. Yaşıllaşırdı. Nə zaman? Yeni-yeni yaşıllaşırdı. Nə? Ağacın yarpaqları. İsmi birləşmə ilə ifadə olunub mübtəda. Xəyallara dalmaq bir neçə aydır əsas məşğuliyyətimdir. Nədir? Əsas məşğuliyyətimdir. Nə? Xəyallara dalmaq. Nəyi soruşur? Mübtədasının ifadə vasitələri eyni olan cümlələr üçün. Deməli, budur. Deməli, kefindən qalmamaq və xəyallara dalmaq. Mübtədası məsdərlə ifadə olunub. Nə yazıb? Məsdərlə ifadə olunub. Cavab elə B olacaq. Deyə bilərsiniz ki, müəllim, frazeoloji birləşmədir bu. Nəyə görə? Daha doğrusu deyə bilərsiniz ki, müəllim, nəyə görə biz bunu deməli, məsdər tərkibi kimi götürmədik, məsdər kimi götürdük. Səbəb nədir bu? Səbəb onların frazeoloji birləşmə olmalıdır. Frazeoloji birləşmə sadə cümlə olurlar. Aydın oldu. Frazeoloji birləşmə tərkib yaratmır. Aydın. B variantı. Elə onun sözünü açıq müəllim, elə sizdən soruşmaq istəyirdim ki, sözün açıq hamısında büruzə bilmədiyim, amma elə ikinci cümlədə dedim ki, yəni o şeydə necə deyim? Fe'li frazeoloji birləşmədir. Üçünə də ortaq cəhət kimi verə bilərik. Fe'li birləşmə ilə ifadə olunub, amma fe'li birləşmə yoxdur. Nəyə görə fe'li birləşmə deyil? Çünki bu frazeoloji birləşmədir. Bu da frazeoloji birləşmədir. Frazeoloji birləşmə belə deyək də tərkib yarada bilməz. Maqmaq olsa da. %25-ə baxaq. Hansı cümlədə mübtəda olub olmadığını dəqiq demək olmur? Aha. Nə deyir? Mübtədanın olub olmadığını dəqiq demək olmur. Aha. Bil ki, oğul bizi burada tək başımıza qoymazlar. Burada dəqiq demək bil ki, bəzi durğu işarələri deyir ki, buraxılıb. Çünki burada bil ki, oğul bizi burada tək başımıza qoymazlar. Burada oğul sözü xitabdır avtomatik olaraq. Durğu işarəsi burada buraxılıb və biz xitablar və ara sözlər də cümlə üzvləri ilə bağlı olmayan sözlərdir. Oğul da burada cümlə üzvü olmayan sözdür. Yəni, belə deyək, xitab olduğuna görə mən ona mübtəda deyə bilmərəm. Ona görə də dəqiq demək olur ki, burada mübtəda yoxdur. Buradan bu yananı təhlil edəcəm. Bizi burada tək başıma qoymazlar. Qoymazlar, nə təzdə tək başımıza, harada, burada, kimi, bizi. Mübtəda olmadığını dəqiq deyə bilirəm. Ona görə A variantı çıxdı. B variantına baxaq.
yaralı dostunun və digər yoldaşlarının övladlarını düşündü. Elə budur bizim cavabımız. Nəyə görə budur? Bir var ki, yaralı dostunun və digər yoldaşlarının övladlarını düşündü. Kim dostunun və digər yoldaşlarının övladlarını düşündü? Yaralı. Yaralı. Yaralı isimləşmiş sifətdir. Bir bu mənada düşünə bilərəm. Mübtədası var deyəcəm. Bir də ki, deyirəm ki, yaralı dostunun və digər yoldaşlarının övladlarını düşündü. Hansı dostunun? Yaralı dostunun. Bir mənada da mübtəda kimi yox, təyin kimi düşünürəm. Yəni mübtədanın olub-olmadığını dəqiq deyə bilmirəm burada. Bir mənada düşünə də bilərəm, digər mənada düşünməyə də bilərəm. Təyin kimi düşünəndə deməli mübtədanı düşünə bilmirəm, amma da kim sualını verəndə isimləşmiş sifət kimi düşünəndə mübtədanı düşünə bilirəm. B bəndi. Doğru şey sual. Bax, ən sevdiyim sual tipi. Xəyali bir cümlə, bir mətndə hətta. Baxaq. Deməli, xəyali bir mətndə hansı tipli cümləyə rast gəlmək olmaz? Mübtədası frazoloji birləşmə ifadə. Niyə yoxdur? Niyə yoxdur? Deyirəm ki, qanı qaralmaq Elgiz kişinin əvvəlki adəti idi. Cümləmi belə, mətnimi belə davam elətdirə gedirəm. Deməli, niyə? Mübtəda frazoloji birləşmə ifadə olunduğunda Elgiz kişinin adəti idi. Nə? Qanı qaralmaq. Mübtəda frazoloji birləşmə ifadə olundu. A. Rast gəlmək olar. B variantı. Mübtədası qoşmalı sözlə ifadə olunan cümləyə. Buna da rast gəlmək olar. Oxumaq üçün Bakıya gedənlər az idi. Mübtədası məstər tərkibli ifadə olunan cümləyə, istənilən cümlədə rast gəlmək olar tərkiblərə. Mübtədası sintaktik əlaqədə həm əsas, həm də aslı, əlaqədə həm asılı, həm də əsas tərəf olan cümləyə. Mübtədası isimlə ifadə olunan cümləyə. Ay uşaq, yoldaşlar. D-dir cavabımız. D. Heç bir yerdə biz D-yə rast gələ bilmərik. Nəyə görə? Çünki deyir ki, mübtəda sintaktik əlaqədə həm asılı, həm də əsas tərəf olan cümlə. Mübtəda sintaktik əlaqədə həm asılı, həm də əsas tərəf kimi çıxış edə bilmir axı. Bu qayda əgər burada olsaydı mübtədanın yerinə xəbəri sintaktik əlaqədə həm asılı, həm də əsas tərəf olan cümləyə biz bunu da düz götürəcəkdik. Amma burada mübtədası deyil. Biz bunu verə bilmərik cavabı. Ona görə D variantı doğru cavab. Yəni ümumiyyətlə biz belə cümləyə rast gələ bilmərik. 27. Mübtəda deməli amma xəbər olur, xəbər olanda mübtəda olmur. Belə götürəndə hə müəllim mən şey elədim ki, xəbər olursa mübtəda olmur, xəbər olanda elə bil aslı tərəf olanda mübtəda olur. Əsas tərəf olanda mübtəda olmur. Bəli. Peyman müəllim buradasınız. Bəli. Yenə yuxu tutur. Yox, suallara baxırıq. Mübtədası qaçaq sözü olan sadə cümlə haqqında hansı hökm istənilən halda doğrudur? Baxın, əsas bu şərtdə əsas ötürülməli məqam sadə cümlə haqqında, sadə cümlə olmalıdır. Qaçaq sözü cümlədə mübtəda olmalıdır. Həmin cümlədə sadə olmalıdır. Deməli, cümlədə ikinci dərəcəli üzv yoxdur. Niyə yoxdur? Qaçaq, nə bilim, dostlarını evində saxlayırdı. Kimi? Dostlarını. İkinci dərəcəli üzv var da. Ona görə istənilən halda doğrudur deyə bilmərəm. Olmaya da bilər. Qaçaq biz danışdı. Kim danışdı? Qaçaq. Bir mənada düşünə bilərəm, digər mənada düşünə bilmərəm. İstənilən hal deyil bu. Cümlədə sadə söz yoxdur. Niyə yoxdur? Deyirəm ki, qaçaq bizə gəldi. Bizə sözü də, gəldi sözü də sadədir də, yanlışdır. Cümlədə söz birləşməsi ilə ifadə olunan cümlə üzvü yoxdur. Qaçaq Əlinin dostunu evinə apardı. Apardı. Haraya apardı? Evinə apardı. Kimi apardı? Əlinin dostunu. Cümlədə kim apardı? Qaçaq apardı. Qaçaq aparan cümlədə isim birləşmə var. Ona görə C-də səhvdir. Cümlədə uzlaşma əlaqəsinin göstəricisi san şəkilçisi deyil. Qaçaq
Mhm. Çünki bu olsa mürəkkəb olacaq cümlə. Cümlədə isim yoxdur. Niyə yoxdur? Qaçaq dostunu evinə çağırdı. Dostunu. Cümlədə isim var axı. D-dir. Əgər bu olsa, bu istənilən halda doğrudur. Nəyə görə? Deyir ki, şəkilçisi deyil. Nəyə görə? Çünki san şəkilçisi olan cümlədə mürəkkəb cümlə olacaq avtomatik olaraq. Ona görə biz o cümləni şərtə uyğun olmayan cümlə kimi fikir kimi götürəcəyik, istənilən halda doğru olacaq. Çünki bizdən sadə cümlənin tərifini istəyir. Sadə cümləyə uyğun cavab formalaşdırmağımızı istəyir. Uyğunluğu müəyyən edin. Mübtədadan asılıdır. İsmi xəbər, feili xəbər. Uyğunluğu müəyyən edək. Aha. Burada. Biz biri verə bilmərik cavab. Nəyə görə biri verə bilmərik? Çünki ismi xəbər deyir. Nə edirdin? Feili xəbər. Getdim. Burada döyüşmək vətən uğrunda savaşmaqdır. Nədir? Vətən uğrunda savaşmaqdır. İkini götürəcəm. Sonra feili xəbərdir. Ümumiyyətlə feilin təsriflənməyən formaları, məsdər feili, sifət feili bağlamı feili xəbər ola bilmir. Ona görə də aparanlardır. An, ən. Çıxıram. Feili sifətdir, feili xəbər ola bilməz. 1 ilə 3 çıxanda 2 ilə 4 qalır. Nə etdi? Feili xəbərdir. Bəli, itələdi. Qəssab alıb bir söz deməyib adamları itələdi. Bəli, qəssab alı itələdi, mübtədadan da asıtdı. 2-4. Bəli. Sözün açığı sualın bir başlanğıcında sual məni qorxudurdu. Necə yəni? Yəni sual sanki mən çətin amma mən girişməm mənə. Ay sağ ol. Sualı belə dərinliyim. Amma bara baxanda görürsən ki, sadə bir şeydir. Bir sözlə də ismi xəbərdən feili xəbəri tapmağımızı istədim. Bəli. Təsəvvür eləyin ki, o bir dənə video var. Deyir ki, qızlar üzr istəyəndə, oğlanlar üzr istəyəndə. Oğlan qıza hər hansı bir səhv eləyib. Bir kəlmə deyir. Səhvini başa düşüb gəlib deyir ki, üzr istəyirəm. Amma qız oğlandan üzr istəyəndə söhbəti hərləyir, fırlayır, o yana, bu yana eləyir, bütün keçmiş söhbətləri filan ağlına gətirir, axırda da gəlir ki, neynək, bu dəfə də mən səhv elədim, üzrlü hesab elə. Aydın oldu. Baxın, bu sual bu məsələyə bənzəyir. Başa düşdünüz? Belə söhbətlər hoş bilməm lazımdır. Ay müəllim. Çox sağ olun müəllim. Bu fikirdə həmkar olduğumuza görə çox sevindim. Başqa otaqdayım, ona görə belə rahat danışıram. Mən də yerinə düşdüm müəllim ona görə. Ay Allah. 29-cu sualdan davam edək. Xəbəri hansı ilə nədir? Hansı variantdakilərlə ifadə olunan cümlədə mübtəda ola bilməz? Məncə burada cavab B-yə bənzəyir. Çünki şəxsiz feil olan cümlədə ümumiyyətlə mübtəda ola bilməz. Nəinki təsəvvür elə bilmək. Şəxsiz cümlə olsun, şəxsiz növdə olan feil olsun, mümkün deyil orada mübtədanın olmağı. Elə B variantı. Bax, şəxsiz təsriflənməyən feildə ola bilər. Çünki təsriflənməyən feil, məsdər feili, sifət feili bağlamadır. Onların tərkibində şəxsiz feil ola bilər. Amma onlarda ikili nitq hissəsi xüsusiyyəti olduğuna görə mübtəda işlənə bilər. Xoşa gəldi. Məsələn, burada 100% işlənir. Çünki deyirəm ki, Əlinin danışığı xoşa gəldi. Xoşa gəldi. Nə? Əlinin danışığı. Getdi, mübtəda var. İsim birləşmə. Niyə? Xəbər deyirəm ki, onun danışığıdır. Mənə ləzzət eləyən onun danışığıdır. Onun danışığıdır. Nə? Mənə ləzzət eləyən. Xəbər isim birləşmə ilə ifadə olundu. Mübtəda feil sifət tərkibi ilə ifadə olundu. Ola bilər. Məsdər tərkibi. Məsdər tərkibi ümumiyyətlə ismin məsdər və məsdərdən törəyən tərkiblər istənilən məqamda mübtəda tələb edə bilər. Bu getdi, doğru cavab qaldı. B variantı. Nəyə görə B variantıdır? B variantı şəxsiz təsriflənən feil. Yəni
birbaşa şəxssiz növdə olan feilin özünü nəzərdə tutur burada. Birbaşa şəxssiz feil növdə olan feil əsla mübtəda tələb eləməz həmin cümlədə xəbər kimi işlənsə. Yadınızdan çıxartmayın. Amma təsriflənməyən feilin tərkibində işlənsə, bəli. 30. Hansı cümlədə ilk söz mübtəda kimi düşünülməyə bilər? Ehtimal deyir. Yenə də deyir, düşünülməyə bilər. Döyüş hələ 2 gündə davam etdi. Nə döyüş? Burada var. Qalib bizdən Antalyada istirafət nədir? İstirahət, bunu da deyəsən yuxulu vaxtına gəlib mənim kimi. Antalyada istirahət paketi qazandı. Kim qazandı? Qalib. Qalibi mən burada adam adı kimi də düşünsəm, qalibi burada hər hansı bir yerdə qalib olan şəxs kimi də başa düşsəm, yenə də mübtəda olacaq. Ona görə B çıxdı. Hər iki mənada B mübtədadır. Mürşid 2 saatdır ki danışmır. Kim mürşid? İlk söz mübtədadır 100%. Yolumuz indi daha uzundur. Nə, hara yolumuz? 100%. Sakit okeanda gözləmədiyi hadisə ilə qarşılaşdı. Kim sakit? Bir var sakit adamdır. Bir də var ki, sakit okeanın adıdır. Hansı okeanda? Sakit okeanda. Bir mənada təyin kimi düşünülür. Digər mənada adam adı kimi mübtəda nəzərdə tutulur. Y variantı. Otuz bir. 10 dənə oldu da burada, hə? 20-dən başlamışıq, 10 dənə. Keçək digər mövzu. Hemen Deməli, buradan yazaq. Xəbər. 11. Cümləni necə tamamlasaq, xəbər quruluşca mürəkkəb olar. Aha. Sən işində daim uğurlu olasan, lap düz olasan, irəli gedəsən, özünü sübut edənlərdənsən, birincisən. Bunu çıxırıq. Çünki xəbər quruluşca mürəkkəb olar dedikdə xəbərin quruluşca mürəkkəb olmağı, yəni cümlə üzvünün quruluşca mürəkkəb olmağı nəzərdə tutulur. Cümlə üzvündə quruluşca mürəkkəb olması üçün deməli ya söz birləşməsi ifadə olunmalıdır, ya da deməli mürəkkəb adla ifadə olunmalıdır. Deməli elə cavabımız D olacaq. Nəyə görə D olacaq? Çünki ed, ən, lərdən, sən feil. Əgər mən D-ni gətirib qoysam bura, sən işində özünü sübut edənlərdən kimsən? Özünü sübut edənlərdənsən. Xəbər oldu. Deməli feil sifət tərkibinə ifadə olunur. Kim? Sən. Nədə? İşində. Təhlil bu formada olacaq. Yəni söz birləşməsinin ifadə olunacaq, feili birləşmə ilə ifadə olunacaq, söz birləşməsi, feili birləşmədə söz birləşməsi olduğu üçün quruluşuna görə mürəkkəb hesab olunacaq artıq. Uğurlu olasan, mən əgər A-nı gətirib qoysam bura, daim uğurlu olasan. Olasan, buna birləşir. Nedirsən, uğurlu olasan, nə zaman, daim. Ol et, bilqıl qoşulduğu sözdən birlikdə bir söz olur və bu da sadə hesab olunur. Lap düz olasan, lap da təhlilə cəlb olunmur. Yenə çıxdı. İrəli gedəsən, nedirsən, gedəsən, haraya gedəsən, irəli gedəsən. Yenə də tək söz olacaq. Birinci səndə bir dənə sözdür avtomatik olaraq, o da sadədir. D variantı götürüləcək. 12-ci suala baxaq. Deməli, fərqli sadə cümlələrdə yer alan, yenə də sadə cümlələrdə yer alan xəbərlər üçün hansı hökm istənilən halda doğrudur? Xəbər qoşmalı sözdən ifadə olunmuyor. İfadə oluna bilər, oxumaq üçündür. Niyə? Onun buradan getdiyi oxumaq üçün onun məqsədi oxumağa görədir. Onun gedişi oxumağa görədir. Onun gedişi oxumaq üçündür. Ola bilər. Xəbərin tərkibində təsirik hallı söz yoxdur. Təsirik hal özü xəbər kimi iştirak edə bilməz, amma müstəqil xəbər ola bilməz, amma xəbərin tərkibində iştirak edə bilər söz birləşməsinə ifadə olunubsa əgər xəbər. Xəbərlər uzlaşma əlaqəsində asılı tərəfdir. Əsas tərəfdə ola bilər, asılı tərəfdə ola bilər. Bayaqları dedik biz bunu. Xəbər şərt şəkildə qəbul edən sözlə ifadə olunmayıb. Budur doğru cavabımız. Nəyə görə? Çünki fərqli sadə cümlələrdə yer alan xəbərlər hansı halda istənilən, əgər xəbər şərt şəkilçisinin ifadə olunubsa, bu tabeli mürəkkəb cümlədir. Yəni qısacası mürəkkəb cümlə hesab olunacaq. Bizdə nə deyir ki,
sadə cümlələrdə yer alan xəbərlər üçün. Şərt şəklində olan fe'l sadə cümlədə, daha doğrusu şərt şəklində olan fe'lin işləndiyi xəbər sadə cümlədə yer ala bilməz. Doğru cavabımız D variantı hesab olundu. Burada da olunmayıb deyir axı. Deyir xəbər şərt şəkilçisi qəbul edən sözlə ifadə olunmayıb. Hə də doğrudur bu. İstənilən halda doğrudur. Çünki oluna bilməz. Biz onu deyirik elə. Şərt şəkli Bir anlıq müəllim variantda səhvi axtardım ona görə. yox, elə diqqətsizlik eləməyin. Dedikdə sadə cümlədə, hətta dərsində də var idi ki, şərt şəkli mürəkkəb cümlənin sadə cümlənin xəbəri ola bilməz. Mürəkkəb cümlənin xəbəri ola bilər. Bax bu tip necə deyim, yanaşma məndə tez-tez olur. Yəni necə deyim, diqqətsizlik. Bax cümləni oxuyuram, düzdür? Hələ bu biraz yığcamdır da, daha biraz iri suallarda belə deyək. Cümlənin şərtini oxuyuram, məsələn doğrudur. Doğruları məsələn səhvi çıxardıram, doğrunu axtarıram da. Deyək ki, C-yə D-yə gələndə avtomatik necə deyim, bir anlıq doğrunu yox, səhvi axtarıram. Ondan sonra gələn məsələn D-yə baxıram ki, səhvdir, cavabı götürdüm. Gedirəm bir də baxıram ki, bunu mən avtomatik necə deyim də, cümlə ortasında dəyişmişəm də, əvvəlləri düz çıxardıram. Cümlə ortasında şərti unuduram. Dəyişdirirsiniz. Bəli. Eləməyin elə. Deməli, 13-cü sual. Deməli, atlar, öküzlər kotana güc vurur, gah yeriyir, gah yıxılır, gah durur. Nə öküzlər, nə atlar. Aha, sadə cümlədir. Nümunəni təhlil edin. Edək. Deməli, yıxılır, durur, yeriyir, güc vurur. Nəyə? Kotana. Nə öküzlər, nə atlar. Deməli, xəbərlər də həmcinsdir, mübtədalar da həmcinsdir. Təhlil edək. Xəbərlər həmcinsdir. Bunu götürəcək. Xəbərlər həmcinsdir. Cümlədə həmcins mübtədalar var. Bəli. Belə asan sual. Bax, bu mix suallarını yazanda asanlıqla variant tapanda özümə şübhə edirəm ki, yəni görəsən həqiqətən belə gedir, gedişat. Özümü belə loru dildə desək təkərə salıram ki, bəlkə nəsə əmma var burada. Ona görə o beyninizdə o şeyi saxlamayın ki, hə bu mix testdirsə, mən burada çətin bir şey axtarım. Özümü düz yolla getməkdənsə özümü dağa, dəriyə, nə bilim, suya selə atım. Xeyr, elə eləməyin. Hələ ki düz bildiyimiz yolla gedək. 1-2. Hələ ki variantımız D-yə oxşuyur. Deməli, baxaq. Nümunədə mürəkkəb cümlə üzvü olduğundan xəbərlər arasında sintaktik əlaqə mövcud deyil. Bu cümlədə mürəkkəb cümlə üzvü yoxdur. Çünki mürəkkəb cümlə üzvləri demişdik. Söz birləşmələri və mürəkkəb adlarla ifadə olunur. 3 çıxdı. 4-ə baxaq. Xəbərlər sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdir. Deməli, xəbərlər deyir. Xəbərlər deyir. Güc vurur bir dənə burada. Sintaktik əlaqədə həm aslı, həm də əsas tərəfdir. Nəyə görə? Çünki güc vurur. Atlar güc vurur, öküzlər güc vurur. Bu mənada uzlaşma əlaqəsi olacaq və güc vurur. Fe'l nə idi? Xəbər aslı olacaq. Amma kotana güc vurur olanda hal şəkilçisi olduğuna görə idarə əlaqəsi yaranacaq və güc vurur sözü avtomatik olaraq əsas tərəfə keçəcək. Yəni burada bir xəbər cəmsi sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdir. Digər xəbərlər deməli əsas və aslı tərəf kimi götürmək olmaz. Çünki digər xəbərlərdə ancaq atlar və öküzlərlə əlaqə var. Kotanla əlaqəsi yoxdur. Çünki kotan güc vurmaqla əlaqəli sözdür. Ona görə bunlarlara görə bu variantda səhvdir. Cümlədə bütün xəbərlər quruluşda sadə sözlə ifadə olunub. Baxın nə deyir? Sadə sözlə ifadə olunub deyir. Yıxmaq, yıxılmaq. Quruluşda düzəltmədir. Vurur sadədir, yeriyir sadədir, durur sadədir. Amma yıxılır düzəltmədir. Ona görə bu da çıxdı. 1 və 2 doğru cavabımız D variantı hesab olundu. Var. 14-cü suala baxaq. Uyğunluğu deyir. Tam cavab. Uyğunluğu müəyyən edin.
Deməli, onun nə idi? Xəbəri mürəkkəb adla ifadə olunub. Aha, mürəkkəb adla xəbəri mürəkkəb sözlə ifadə olunub. Aha, maraqlı sualdır. Onun yeni açdığı Səməndər kafesi yolumuzun üstündədir. Haradadır? Yolumuzun üstündədir. Burada xəbər söz birləşməsinin ifadə olunub. Üçüncü növ birləşməyin belə deyək, mürəkkəb adından ifadə olunmuyor. Buna görə biri çıxdıq. Mürəkkəb adlar demişdik də, nə bilim Təhsil Nazirliyi, Azərbaycan Respublikası, Azərbaycan Respublikası Milli Məclisi, nə bilim Bakı şəhər İcra Hakimiyyəti, bu kimi sözlər dilimizdə mürəkkəb ad hesab olunur. Bizim kolxozda ən çox gəzən gözə dəyən Məsmə xanımdır. Məsmə xanım, ümumiyyətlə yadda saxlayın ki, mürəkkəb adlar yoldaşlar bitişik yazıla bilmir. Aynen. Bəli, bunu çaşıb götürməyin. Deməyin ki, bu nə bilim mürəkkəb addır. Məsmə xanım mürəkkəb ad deyil. Çıxdım. Özünü ölülüyə vuran da elə Məhəmməd Şah idi. Bax bunu götürəcəyik. Çünki Şahla Məhəmməd ayrı yazılıb. Üçü götürəcəyik. Kim idi? Məhəmməd Şah idi. Xəbər mürəkkəb sözlə ifadə olunub. Artıq burada mürəkkəb söz olub olmadığına baxacağıq. Yəni sözün quruluşuna baxacağıq. Mənim həyatım yaman keşməkeşlidir. Deməli, keşməkeşlidir, keşməkeşli. Bu mürəkkəbdir. Mürəkkəb nədir? Keşməkeşli. Deməli, keş sözü yoxdur dilimizdə. Keşməkeşli düzəltmədir artıq. Bizə deyir ki, mürəkkəb sözlə ifadə olunsun. 4 çıxdır. 5-ə baxaq. Qissə-i Yusif əsərinin müəllifi Qul Əlidir. Kimdir? Qul Əlidir. Mürəkkəb sözlə ifadə olunmuyor. Bu üzə keçməlidir. Baxın, 5 bu üzdən yazılmalı idi. Çünki Mürəkkəb ad. Qul Əli, sağ olun, mürəkkəb addır. Onunla elə indicə xudahafizləşdim. Bəli, xuda sözü və hafizləşmək sözü. Mürəkkəb sözdür, yadınızdan çıxartmayın. İstiot, xudahafizləşmək, nə bilim, sağollaşmaq. Testdə düşsə ki, mürəkkəb sözlər bitişik yazıla bilərmi? Bəli, yazıla bilər. Xudahafizləşmək, sağollaşmaq, sonra istiotlamaq. Bunlar mürəkkəb sözlərdir. Doğruca, buradan da 6. 3 və 6 B variantı oldu. Sonra. Məlumatım deyir, nə edirsən elə Xan kəndinə düş bilmirəm. Neçə bandan düşə bilərəm ora mən? Xankəndiyə deməli, hansı məqamda xəbərin ifadə vasitəsi yanlış göstərilib? Aha. Ayağımın altını qazanlar məni gözü götürməyənlərdir. Kimdir? Gözü götürməyənlərdir. Məni gözü götürməyənlərdir. Baxın, xəbər əgər yoldaşlar gözü götürməyənlərdir ifadəsi olsaydı, onda bu ifadə doğru olardı. Yəni həqiqətən xəbər frazeoloji birləşməylə ifadə olunardı. Amma bu cümlədə xəbər ayağımın altını qazanlar məni gözü götürməyənlərdir. Kimdir? Məni gözü götürməyənlərdir. Kim ayağımın altını qazanlar? Burada deməli frazeoloji birləşmənin qabağında bir söz də var. Deməli bu artıq avtomatik olaraq bu birləşmə adlanır fe'li birləşmə. Yəni fe'li sifət tərkibi adlanacaq. Nəyə görə fe'li sifət? Necə fe'li sifət tərkibidir özdə? Deməli 3 sözdən ibarətdir. 1 2 3. Bu tərəfi adlanır əsas tərəf, birləşmənin bu tərəfi adlanır əsas tərəf. Bu tərəfi adlanır aslı tərəf. Aslı tərəfi, daha doğrusu əsas tərəfi frazeoloji birləşmə ilə ifadə olunan, aslı tərəfi də deməli təsirik hallı əvəzliklə ifadə olunan fe'li sifət tərkibidir. Yəni elə səhv cavabımız A variantıdır. Frazeoloji birləşmə yox, fe'li birləşmə olmalı idi doğru cavab burada və yaxud da fe'li sifət tərkibi olmalı idi. A variantı yanlış cavabımızdır. Müəllim, sözün açığı düzün deyəsi olsaq, bu sual miqdə və yaxud özüm bu sualı işləyəsi olsaydım, 99 yox, 100% səhv yazacaqdım. Ona görə yadınızdan çıxartmayın. Əgər frazeoloji birləşmələr
müstəqil şəkildə cümlə üzvüdürsə, onda siz xəbəri frazeoloji birləşmə ilə ifadə olunub, yaxud da digər cümlə üzvü mövqeyində işlənsə, frazeoloji birləşmə ilə ifadə olunub deyə bilərdik. Amma daha frazeoloji birləşmənin böyrünə də bir dənə söz qoşulub cümlə üzvü mövqeyində işlənirsə, artıq o frazeoloji birləşmə olmaqdan çıxır. Sadəcə həmin birləşmə istər ismi birləşmə olsun, istər fe'li birləşmə olsun, tərkibində frazeoloji birləşmə olan bir fe'li və yaxud da ismi birləşmə kimi nəzərə çarpır. Götürülməlidir daha doğrusu. Aydın. 16-cı sual. Əgər sadə cümlənin xəbəri əməl edildi, fe'li ilə ifadə olunubsa, bu cümlə haqqda nələrə əminliklə demək olar? Əməl edildi şəxssiz növdədir. Özü də təsriflənən şəxssiz növdür. Ona görə də deməli, əminliklə deyə bilərik ki, burada mübtəda işləmir. Baxın, bayaqki cümlə. Bayaqlar dediyi biz 12-ci sual idi, neçənci sual idi? Təsriflənməyən fe'lin tərkibində olsa, onda neynək? Mübtəda işlənə bilər. Amma təsriflənən fe'lin tərkibində olsa, şəxssiz növdə olan fe'l, avtomatik olaraq orada mübtəda işlənə bilməz. Yadınızdan çıxartmayın. Burada da təsriflənən fe'lin içərisində etmək sözün kökü, edildi, məhsul növün şəkilçisi, də zaman şəkilçisidir. Zaman şəkilçisi varsa o olacaq xəbər şəkli. Fe'lin şəkilləri də fe'lin təsriflənən formalarıdır. Deməli, şəxssiz növ burada fe'li təsriflənən formaları ilə ifadə olunub. Cümlədə mübtəda yoxdur, əminliklə deyə bilərik. Cümlənin bir qrammatik əsası var. Qrammatik əsas mübtəda və yaxud da xəbər deməkdir. Bəli. Sadə cümlədirsə, sadə cümlənin onsuz da bir qrammatik əsası olur. Bu istənilən halda doğrudur. İstər mübtədası tək cümlədə xəbər olsun, istər cümlədə mübtəda və xəbər olsun. Təbii ki, burada əməl edildi olduğuna görə, deməli, xəbər əməl edildi olduğuna görə mübtəda yoxdur. Bircə dənə deməli baş üzvlərdən xəbər işlənib. O da bir qrammatik əsası var deməkdir. Sonra cümlədə uzlaşma əlaqəsi yoxdur. Əməl edildi. Cümlədə uzlaşma əlaqəsi yoxdur. Bu niyə yoxdur? Cümlədə uzlaşma əlaqəsi ola bilər. İkinci, üçüncü növ təyinli söz birləşmələrinin də tərkibində uzlaşma əlaqəsi ola bilər. Yəni cümlədə ikinci, üçüncü növ təyinli söz birləşməsi işlənə bilər. Sonra məsələn deyirəm ki, Əlinin sözünə baxın. Əlinin sözünə C variantını izah edeyim. Sözünə əməl edildi. Baxın yoldaşlar. Burada cümləmizin xəbəri bəli, əməl edildidir. Əməl edildi bizim xəbərimizdir. Amma baxın, cümlədə uzlaşma əlaqəsi yoxdur. Cümlədə görürsünüz Əlinin sözünə. Cümlədə üçüncü növ ismi birləşmə var. Düz deyil. Nəyə Əlinin sözü? Üçüncü növ ismi birləşmə var və üçüncü növ ismi birləşmənin içərisində biz demişdik ki, həm uzlaşma əlaqəsi var, həm də idarə. Onun içində oxu iki tərəfli qoymalıyıq. Deməli, uzlaşma əlaqəsi yoxdur fikri yanlışdır. C çıxdı buna görə. Uzlaşma əgər yazsaydı ki, burada, deməli, cümlənin xəbəri ilə uzlaşan uzlaşma əlaqəsi yoxdur, onda götürmək olardı. Yəni, bunu da düz kimi götürərdik. Aydın oldu. Çünki əməl edildiyini ilə uzlaşan bir mübtəda olmalıdır. Yoxdursa, avtomatik olaraq o cümlədə uzlaşma əlaqəsi olmayacaq onsuz da. Bunu da düzgün götürə bilərdik. Amma bizdə burada elə demək. Deyir ki, cümlədə, obşi cümlə haqqında danışır, ümumi cümlə haqqında danışır. Təkcə əməl edildiyi ilə bağlı fikir demir burada. Ona görə biz bunu, belə deyək də, yanlış kimi götürəcəyik. Cümlədə işlənə bilər. Yəni, xəbərlə uzlaşması mümkün olmasa belə. Mən bunu niyə sildim? A, B. C çıxdı. Xəbər sintaktik əlaqədə yalnız əsas tərəf ola bilər. Bəli, yalnız əsas tərəf olacaq. Çünki dedik ki, mübtəda işlənmir axı əməl edildi olan cümlədə. Ona görə də əsas tərəf ola bilməz. Yalnız aslı tərəf olacaq. D-ni də götürürük. Xəbər quruluşca mürəkkəb deyil. Əməl edildi, etmək buna birləşəcək bir sözdür. Yəni, quruluşca mürəkkəb deyil, doğrudur. A, B, D, Y. A, B, C çıxdı, Y variantı. 17-ci suala baxaq. Niyə sənlə görüşmədi ki? Tanımadı.
cümləsi ilə bağlı hansı yanlış fikir Rasim elə insandır. Onu çoxdan tanıyıram. Cümləsi üçün doğru fikirdir. Aha, deməli biz birinci cümlə üçün yanlış olan fikri elə fikir seçməliyik ki, birinci cümləyə aid olmasın, amma ikinci cümlə üçün doğru olsun. Yəni ikinci cümləyə aid olsun. Aha, baxaq. Həmcins xəbərli cümlədir. Niyə sənlə görüşmədi, tanımadı, o görüşmədi, o tanımadı. Yanlış fikir deyil, axı bu buna aiddir. Ona görə çıxdı. Biri aid olan cümlədir. Quruluş isə sadə cümlə deyil. Niyə sənlə görüşmədi ki? Tanımadı, o görüşmədi, o tanımadı. Sadə cümlədir. Yox, yox, bu qalsın. Deməli, bunu götürək. Aha. Quruluşca sadə cümlə deyil. Buna yanlış fikirdir. Buna aid deyil bu fikir. Yəni quruluşca sadə cümlə deyil fikri birinci cümləyə aid deyil. Yəni yanlış fikirdir. Amma Rasim elə insandır, onu çoxdan tanıyıram. İkinci üçün deməli aiddir. Daha doğrusu quruluşca sadə cümlə deyil. Bu birinciyə aid deyil, amma ikinciyə aiddir. Aydın oldu. Çünki birinci sadə cümlədir, amma birinci mürəkkəb cümlədir, ikinci artıq avtomatik olaraq mürəkkəb cümlədən xaric olacaq. Bu elə doğru cavabımız olacaq. B-C-yə Deməli baxaq. müəllim, burada Ha? üzr Buyurun. birinci cümlə sadə deyil, Hı -hı. amma sadə. Hı -hı. İkincidə mürəkkəbdir. Bəli. Buna görə də burada da deyir uyğun, bəli, Hı -hı. tam da doğru. Hı -hı. Xəbərlərin hər ikisi quruluşca sadədir. Deməli, baxaq, görüşmədik. Bu xəbərin quruluşca sadəliyindir. Buna aiddir. Deyir ki, buna aid olmasın, çıxdı. Baş cümlədə işlənən xəbər quruluşca nə baş cümləsi? Birinci sadədir axı. Cümlə həmcins xəbərlərdən biri ismi, digər fe'li xəbərdir. Deməli, görüşmədi, insandır, tanıyıram. Deməli, həmcins xəbərlərdən həmcins xəbər deyir. Digər həmcins xəbər varsa sadəlikdən söhbət gedir axı. Bu da ona görə səhvdir. B variantıdır, bəli. Süleyman müəllim, səs sorağın gəlmir. Mən deyəcəydim, yatıb böyük ehtimal. Ben TikTok'ta gəzirsinizsə? Quyunun dibində gəlir bax səsi. Yox, vallahi. Yatıb qalıb. Uzanıb qulaq asıram. Yoxlayıram. Müəllim, ya, sən başqa proqramdaydın Peyman müəllim. Sən başqa proqramdaydın, səsin uzaqdan gəlir. Telefonda bir dənə problem var. Başqa proqrama girirəm, atırmayın Zoom-da. Eləmi? Başqa proqramda. Deməli sınıyıbsınız. Bayağı bir dəfə atdı. Da girmədi. Ay vay heç nə. Gəlin davam. Peyman müəllim dərsdən sonra məni yığacaq ki, adam kişi olaraq nə olub sənə? Bagaja qoymayın. Vacib iş var ona görə. Baxaq 18-ə baxaq. Uyğunluğu tapın. 2-cə dənə sualımız qalıb. Biraz hövsələniz olsun müəllim. Yuxuya getməyin. Tanımam saymış olmuşam. Xəbəri verilənlərlə ifadə olunan cümlədə mütləq var. Maraqlı, qəşəng sual oxuyur bu da. İndi sizin acınızda mən bir dənə bu sualı yarım saata həll edeyim, siz də baxın. Deməli, verilən baxaq. Xəbər əgər uyğunluğu istəyir bizdən. Varla ifadə olunubsa, deyirəm ki, onun etkiləri var, cümlədə mübtəda ilə ifadə olunub var, mübtəda var, mübtəda olmaya da bilər. Ümumiyyətlə mübtədanın cümlədə olmağı yoldaşlar, yəni mübtəda mütləq var, mütləq biz mütləqlik anlayışına toxunalım. Mübtəda cümlədə işlənməyə də bilər. Bəs nəyə görə biz müəyyən şəxsi cümlələrdə demişdik ki, yəni mübtəda ola da bilər, olmaya da bilər. Ona görə biri götürmürük. 2. Qaladı. Məlum növdə olan fe'l. Bəli, qaladı, avtomatik olaraq qaladı sözü özü elə məlum növdə olan fe'ldir də. Başa düşdünüz? Çünki baxın. Əgər cümləmizin xəbəri qaladı fe'li ilə ifadə olunsa, sözün kökü qalamaq, qaladı. İşte zaman şəkilçisidir. O qaladı.
avtomatik olaraq elə bu xəbər özü məlum növdə olan fe'l olacaq. Yəni məlum növdə olan fe'l 100% olacaq. 2-ni götürəcəyik. 3. Dərslərimə hazırlaşmaqdır. Mənim məqsədim burada artıq mübtəda 100% işlənəcək. Çünki dərslərimə hazırlaşmaqdır. Məsdər varsa, məsdər və yaxud da məsdər tərkibi varsa, cümlədə mübtəda işlənməlidir. Dərslərimə hazırlaşmaqdır. Məsələn, deyirəm ki, mənim məqsədim dərslərimə hazırlaşmaqdır. Mən burada mübtədanı işlənməmiş formada təsəvvür edə bilmirəm. Dərslərimə hazırlaşmaqdır. Nə? Mənim məqsədim. Ona görə 3-ü də götürəcəyik. Rasimindir xəbərlik şəkilçisi. 4-ü də götürəcəm. Çünki əgər xəbər rasimindir işləmirsə, zaten xəbərlik şəkilçisi burada var da. Yəni bunu burada işlətməyimiz avtomatik olaraq uşaq sualı deyib lap. Yəni rasimindir, dir var da burada xəbərlik şəkilçisi 100% olacaq. Elimizindir toplu isim. El deməli sözü oba mənasında işlənəndə, yəni burada toplu isim olmağı ehtimaldır. Nəyə görə? Çünki el sözü deməli yurd mənasında işləndikdə deməli toplu isim olmayacaq. Topluya minus qoyuram. Yox əgər el sözü xalq mənasında işləndikdə toplu isim olacaq. Bizdə elimizindir ifadəsində xəbəri bunun kimi düşünəndə qabağında bir sözlər olmadığı üçün mən deyə bilmərəm burada toplu isim kimi düşünülüb yoxsa toplu isim kimi düşünülməyib. Ona görə də 4-ü, 5-i mən doğru isim kimi, toplu isim kimi düşünə bilmərəm. 5 də buna görə səhvdir. Yəni ehtimal olunan cavabdır. Mütləq deyə bilmərik. 2, 3, 4 A bəndi. Doğru cavab. Müəllim, Buyurun. burada niyə mübtəda mütləq götürdük ki? Harda? Məsələn, deyə bilirik, məsələn, sabahki dərslərimə hazırlaşmaqdır. Sabahkı Hazırlaşmaq dərslərimə hazırlaşmaqdır. O nədir? Məsələn, biri sual verir, sənin məqsədin nədir? Mən də deyirəm, sabahki dərslərimə hazırlaşmaq. Uyğun gəlmir O ki. avtomatik olaraq müəllim, o qarşı tərəfin verdiyi cümlədə o bu cümlənin yarısı kimi götürülür də. Yenə də mənim cavabım, mənim məqsədim dərslərimə hazırlaşmaqdır. Bu formada götürülməlidir. Ümumiyyətlə müəllim, bu Siz para cümlə maqmaq işlədirsiniz. Sizin işlətdiyiniz cümlə belə cümlə doğru deyil. Para cümlə işlədirsiniz. Murad müəllim. Bəli, bəli, buyurun müəllim. Mən ümumiyyətlə bu sırf belə bir qayda var da, yəni maqmaq istəyir məstər tərkibi varsa, Bəli. mütləq şəkildə mübtəda Bəli. olmalıdır. Mübtəda Bəli, mümkün bəli. deyil. Bəli. Bayaqlarda dedik. Onda yəni bu bir qaydadır da, yəni pozulmayan bir qayda. Bəli, bəli, bəli. Müəllim, hardasınız? Bəli, müəllim, aydın. Şey var, o müğənni var bir dənə. Könül Xasiyevə deyir, müəllim, nə tər deyir görüm onu? İndi atacağam sizə. Gülməli vəziyyətdə deyir, müəllim, harda qaldınız, müəllim? Qadanızı alın, müəllim. Mən biraz söyüncək olmuşam. Evimizə gəlmişəm. Ona görə aldırmayım. Xoşdur müəllim. Dost müəllim, müəllim o necə deyim, elə bir vuruq ilə dediniz ki, düzdür istəyirəm, o TikTokda bir video gəlmişdi, müəllim şarı Yox, sabahda kakras son zəngdir. Aynen. Uyğunsuzluğu müəyyən edin. Tam cavab. İsmi xəbərlidən ismi xəbərli olmayanı tapmalıyıq. Fe'li xəbərlidən də fe'li xəbərli olmayanı tapmalıyıq. Çünki uyğunsuzluq istəyirsən. O, baxın vergül var burada. Vergül varsa deməli bu şəxsdir. O, yəni Həsən və yaxud da Peyman müəllim meyvə yeməlidir. Nə etməlidir? Yeməlidir. Bu artıq fe'li xəbərdir. Ona görə bunu götürəcəm. Əgər burada vergül olmasaydı, o meyvə yeməlidir. Necədir yeməlidir? Artıq biz bunu ismi xəbər kimi götürə bilərdik. Amma indi hal-hazırda vacib şəklində olan fe'l kimi düşünülür. Yəni fe'li xəbər. Bu yüzdən yazılmalıdır. Biri götürəcəyik. 2. Axır ki, sənin yanına vardım. Nə etdim? Vardım. Çatdım mənasında fe'li xəbərdir. İsmi deyil, uyğunsuz. 1, 2. Biz də çətinliklərə sinə gərək. Nə edək? Sinə gərək. Nə etmək? 3-ü də götürəcəm. 1, 2, 3. Çalış ki, həmişə və hamıya yaxşılıq edəsən. Uyğunsuzluğu müəyyən edək. Nə edəsən? Yaxşılıq edəsən. Bu fe'li xəbərdir. Bu düzdür, uyğunsuz deyil.
Otaqda temperatur yavaş-yavaş artırdı. Nə edirdi? Artırdı. Bu da fe'li xəbər. Xəbərdən nə etmək sual çıxsa, deməli fe'li xəbər. Bizim daim sevindirən sənin yaxşı oxumağındır. Nədir? Biz demişik ki, sənin oxumağındır ismi xəbər. Və ismi birləşməli ismi xəbər kimi götürülür. Fe'li xəbər olmur. 1. Ümumiyyətlə məstər Ümumiyyətlə fe'li təsdiqlənməyən məstər forma. ismi birləşmə gedir də. Bəli, Şey, amma isim xəbər gedir də. burada isim birləşməlidir. Burada isim birləşməlidir. Məsdər tərkibi deyil. Amma ümumiyyətlə xəbər əgər məsdər, fe'li sifət, fe'li bağlama tərkibi ilə, fe'li bağlama ilə istifadə olunmur. Çünki fe'li bağlama və fe'li bağlama tərkibləri cümlədə ancaq zərflik rolunda çıxış eləyə bilirlər. Xəbər Amma ola bilmir müəllim. bəli, Mən bildiyim. cümlədə bəli, məsdər və yaxud da nə idi onun? Fe'li sifət tərkibləri və yaxud da elə özləri xəbər mövqeyində işləniblərsə, onlar deməli ismi xəbər kimi götürülürlər. Yəni mövzu olaraq fe'lin içində keçirlər, amma fe'li xəbər ola bilmirlər. 1 2 3 6. Doğru cavabımız Y variantı hesab olunur. Mənim deməli 4 gün bundan qabaq, 4 gün deməyək də, xeyli bundan qabaq bu mən Azərbaycanlıyam şey var ya proqramı. Telefonda məndə var. Sözün açığı örüşə getmişdim. Novat deyək də, Novatda mala getmişdim. Orada qalib oldum. Axırıncı elə bir mövzuları qurtarmışdım. Azərbaycan dili, coğrafiyanı seçdim. Axırda ümumini seçdim. Ümumidə axırıncı final sualı, 11-ci sual belə bir sual idi ki, bu şeylərdə necə qoy xəbər ola bilməyən sözü göstərəndə, yəni məsələn vermişdi ki, cümlənin xəbəri ola bilməz. Daha doğrusu cümlə bu cür idi. Cümlənin xəbəri ola bilməz. Nədir? İsmi birləşmə, fe'li birləşmə, fe'li bağlama. Elə yazdım fe'li bağlama, qalib oldum. Allah. Super. 20. İnşallah ki, artıq sentyabrdan uşaq yığmağa başlayın da. O yayda artıq xəbər ətər yazarsınız mənə, postat hazırlayaram sizin üçün. Qəşəng hazır şey. Daha başlayın müəllimliyə. Kurslara filanda sənəd də verin. Yəni yayda mən bildiyim qədər kurslara qəbullar da başlayır, müəllim qəbulları. Yəni gedin orada da işləyin. İndi inşallah sadəcə mən necə deyim, kursa belədir ki, olduğum yer üzrə kursa getmək istəyirəm də düşdüyüm yer üzrə. Mən deyək ki, getdim kursa, Bərdən kurs üzrə. Bərdədə deməli deyim də Çağdaş var. O report deyir, müəllim deyir ki, oldular niyə qurtarmır? Nə söhbət edirlər? Yox, axırıncı sualdır. Bu da nədir? Qayda sualı deyəsən. Hansı variantdakı fikrin əvvəlinə istənilən sözünü artırsaq nədir? Artırsaq, deməli, alınan fikir doğru olar. İstənilən cümlədə xəbər olur. Niyə? Adlıq cümlədə xəbər olmur axı. İstənilən fe'li xəbərli cümlədə ən azı bir söz hərəkət bildirmir. Niyə? Hərəkət bildirə də bilər axı. İstənilən deməyimiz doğru deyil axı. Fe'li xəbər bəs nədir? Cümlədə, istənilən cümlədə xəbər ən müstəqil cümlə üzvü kimi çıxış edir. İstənilən cümlədə xəbər ən müstəqil cümlə üzvü kimi çıxış edir. Ən müstəqil cümlə üzvü heç xəbər deyil, mübtədadır. Mürəkkəb cümlədə ixtisar yoxdursa, ən azı 2 xəbər olur. Nə deyir? İstənilən mürəkkəb cümlə deyir. İstənilən mürəkkəb cümlədə əgər ixtisar yoxdursa, ən azı 2 xəbər olur. Bəli, bu da elə doğru. Bu doğrudur. Mürəkkəb cümlədə biz bilirik ki, ixtisar ola bilər, xəbərlər ixtisara gedə bilər, amma ixtisar yoxdursa, ən az 2 dənə xəbər mütləqdir ki, olmalıdır ki, biz ona mürəkkəb cümlə D variantıdır. İstənilən ismi xəbərli cümlədə xəbər qurulursa mürəkkəbdir. Niyə? Sadə də ola bilər də, xəbərin itki səslən ifadə olunduqda Y-də çıxdı. Doğru cavabımız D oldu. Bu da the end. Bugün üçün olan son. Belə öyrətməli. Əlavə bir sualınız varmı? Xeyr, müəllim, yoxdur. Orada bu dəqiqə Teymur müəllim fişək partladacaq. Mən indi PDF-i hazırlayıram, Time'ın sınaq PDF-ini hazırlayıram. Elə oradan birbaşa 10 dənə sınaq qrupa atacağım cavabları ilə birlikdə.
Aydındır müəllim. Oldu. Peyman müəllim, bir dənə sual verim də çıxmamışdan. Bəli müəllim. Dərs boyu neçə dənəsi yandırdın? Yəni siqaret mənasında da. Yox, Qoy müəllim. canlını